Allah the Almighty. Allahu Allah. Hoş geldin ey 11 ayın sultanı. Allah'a məhəbbət və itayət, mərhəmət dolu mübarək Ramazan ayı münasibətilə hamınızı təbrik edirik. Bu il miladi təqvimi ilə Ramazan ayının ilk günü iyunun 7-sinə təsadüf etdi. Ayın göründüyü andan etibarən orucluq ibadəti başladı. Mənəvi cəhətdən saflaşdığımız, günahlardan arındığımız, xeyirxah işlər görməyimizə səbəb olan bu ibadət sayəsində acılığa, susuzluğa dözərək öz nəfsimizə qalib gəlirik. Mərhəmət, sevgi, şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara kömək əlimizi uzatmaq, israfa yol vermədən iftar süfrələri açmaq, yaşlıları yad etmək, kimsəsizlərə kömək olmaq ən qəbul olunan əməllərdəndir. Bəs Ramazan ayında nələri etməli, nədən uzaq durmalıyıq? Oruç tutmağın ən vacib şərtləri hansılardır? İlin ayları arasında ən şəfaqətli və ən müqəddəs olan Ramazana özəl bir axşam üçün hər axşam başladı. Nələr baş verəcək, nə məqamlarla rastlaşacağıq, indi biz onun şahid olacağıq. Deməli belə, qonaqlarımız Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin və şair Hacı Elşən Xəzər. Bizə yol göstər özün. Və birinci sualımız belə olsun, sualımız. Orucun çox saylı hikmətləri və faydaları var və bunu təbii ki, az-çox məlumatımız artıq var. Şükürlər olsun ki. Və istədim bu barədə bir daha söyləyəsiniz. Əsas onun hikmətləri və faydaları barədə. Buyurun. Mübarək Ramazan ayı Quran-ı Kərimdə adı çəkilmiş yeganə aydır. Yəni, heç bir ayın adı Quranda çəkilməyib. Quran-ı Kərimdə qeyd olunur ki, Ramazan ayında Quran nazil olub. Yəni, Ramazan ayının üstünlüyü digər aylardan bununla əlaqəlidir ki, Quran-ı Kərim, Allahın bəşəriyyətə son kitabı olan Quran məhz bu ayda nazil olub və bu ayda da oruç tutmaq müsəlmanlara vacib edilib. Quranda Bəqərə surəsində Allah buyurur ki, ey iman gətirənlər, oruç sizdən öncəkilərə vacib buyurulduğu kimi sizlərə də vacib buyuruldu ki, bəlkə təqvalılardan olasınız. Təqvalılar, yəni pəhrizkarlardan, günahlardan çəkinənlərdən olasınız. Yəni, insan yeganə varlıqdır ki, onun daxilində mübarizə var. Ağlı və istəklər arasında mübarizə var. İnsan mürəkkəb bir varlıqdır və içində olan, daxilində olan o mübarizədə ağıl istəklərə qələbə çalsa insan azad olur. Amma ağlı istəklərin əsarətində olsa insan qula çevrilir və Ramazan ayının orucu bu mübarizədə ağlın meyllərə, istəklərə qələbə çalması üçündür. Yəni, orucun fəlsəfəsi daxili mənəvi azadlıqdır. Orucun əsas hikməti budur ki, insan özünə qarşı getməyi öyrənir bu ayda, özünə qarşı getməyi məşq edir və insan özü ilə bacarırsa əgər o kamil insandır. Yəni, insan kamilliyinin düsturu məhz özünə yox deməyi bacarmaqdadır və Ramazan ayı bu xüsusiyyəti insanlarda tərbiyələndirir. İnsan ən zəruri ehtiyaclarından imtina edir müəyyən saatlarda və bununla artıq pis işlərdən çəkinir. Sanki belə deyək, təbiət aləmindən bir qədər mənəviyyət aləminə qədər qoyur, təbiət aləmindən uzaqlaşır və öz ehtiyaclarına yox deməyi bacarır. Ümumiyyətlə, özünə yox deməyi bacaran insanlar böyük insanlardır və oruc bizim mənəvi baxımdan böyüməyimiz üçün əsas fürsətlərdən biridir. Bəli, və eyni zamanda nəfsə qalib gəlmək üçün ən gözəl yollardan biridir. Və bugün ən çox maraqlandıran insanları eyni zamanda təqvimlə bağlı yaranan problemlərdir. Bugün bir çox insanlar, yəni namaz qılan insanlar, hətta dini insanlar deyir ki, əslində bu təqvimdə bu tarixdə olmalıdır, bu saatdə olmalıdır. Bəziləri deyir ki, yox bu tarixdə deyil, bu tarixdə olmalıdır. Bax, dinlə bağlı olan insanlar və adi insanlar bizim kimi, yəni adi insanlarla, yəni dini elmlərdən uzaq olan insanlarda bir çaşqınlıq əmələ gəlir. Azərbaycan televiziyasına baxırsan, oradan deyilir. Sonra məsələn, Allah şükür, bugün var da, cross ilə baxırıq Türkiyəyə, orada başqa bir məlumatlar gəlir. Bu barədə bir çaşqınlıq əmələ gəlir. Bir-birindən soruşurlar ki, açaq orucu, o deyir, yox, bilmirəm, hələ tezliyi yox, zəng eləyən olur. İnanın ki, zəng eləyən olur Məkkəyə, dostlara ki, nə vaxt açmalıyıq. Bax, bu barədə problemlər necə həll olunmalıdır? Çox aktual mövzuya toxunursunuz. Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təqvimlə bağlı bir komissiya yaradıldı və mən özüm də o komissiyanın üzvüyəm, yəni o prosesdə yaxından iştirak eləmişəm. O komissiyanın daxilinə həm din xadimləri tərkibinə daxil olur, həm də elm xadimləri, mütəxəssislər
mütəxəssislər. Biz birgə Şamaxı rəsədxanasında olduq, orada mütəxəssislərlə geniş fikir mübadiləsi aparıldı, qonşu ölkələrin təcrübəsi öyrənildi və qərar alındı ki, Azərbaycan üçün vahid bir təqvim tərtib olunsun və bu təqvim artıq tərtib olunub və bütün məscidlərə də göstəriş verilib ki, məhz azan saatlarını bu vaxtlarla tənzimləsinlər. Eyni zamanda Ramazan ayının daxil olması və çıxması vaxtı da Azərbaycan ərazisi üçün bu təqvimdə dəqiq şəkildə göstərilib. Mən tam məsuliyyətlə buradan demək istəyirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin tərtib elədiyi təqvimlər həm şəriət qaydalarına uyğundur, həm elmi hesablamalara tam uyğundur və bəzi çaşqınlıqların da aradan getməsi üçün insanlar buna tam şəkildə əməl edə bilərlər və bu təqvimə əsasən tutulan orucların düz olmasına zəmanət verir. Çünki bu prosesdə şəxsən özüm iştirak eləmişəm və ümumiyyətlə bütün ölkələrdə ölkə arasında vahid təqvimi olur və Qafqaz Müsəlmanları İdarəsi də Azərbaycanda ən mötəbər dini qurum olduğu üçün bu işi öz üzərinə götürüb və artıq dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri də bəyanat veriblər ki, hansısa başqa təqvimlər satışdan yığışdırılacaq və inzibati cəzalar tətbiq ediləcək. Çünki bu çaşqınlıq yarada bilər. Bəli, tamamilə doğrudur. Yəni bu doğru bir yoldur. Çünki təbii ki, saat fərqi var. Önəmlidir burada və indiki vaxtda da bilirsiniz ki, saatlar bizdə çəkilmədi. İndi tam anlaşılmazlıq əmələ gəlmişdi saatları çəkilmədiyi üçün. Ona görə də biz buradan səslənirik ki, bəli, doğru yol olaraq bax, artıq bu təqvimlərdən istifadə edə bilərsiniz və Hacı da söylədi ki, bu təqvimlər artıq bütün məscidlərə paylanıb, yəni insanlar gedib maraqlanıb, daha dəqiq, yəni normada orucunuzu tuta bilərsiniz və eyni zamanda elə namazınızı da daha doğru vaxtda qıla bilərsiniz. Allah razı olsun deyirik və indi belə bir sualım olacaq mənim, niyyətlə bağlı. Bu ayda niyyət tutmaq, bunun qaydası necədir? Çünki çox insanlar niyyəti arzu ilə səhv salırlar, istəklə səhv salırlar. Elə insanlar var ki, orucun hər günü niyyət edirlər. Yəni, əslində qanunda necə olmalıdır? Niyyət tutmaq barədə, buyurun. Hər bir əməl niyyətlə başlanır, yəni niyyət edilməsə əməl qəbul olunmaz. Niyyət isə əməlin Allah rizası üçün görülməsidir. Yəni Ramazan ayı daxil olduqda insan niyyət edir ki, bir ay Allah razılığı üçün, Allaha yaxınlaşmaq üçün oruç tutacağım. Yəni qurbətən ilə Allah deyilən bir niyyət var, yəni Allaha yaxınlaşmaq niyyəti ilə. Niyyət bu deməkdir. Bəziləri düşünür ki, Ramazan ayı daxil olanda hansısa bir arzularını dilinə gətirməlidirlər və bu niyyət dedikdə arzu ürəkdə tutmağı nəzərdə tuturlar. Yəni bu nəzərdə tutulmur. Yəni niyyət o əməlin edilməsi ilə bağlı edilməlidir. Təbii ki, Ramazan ayında dualar qəbul olunur. Bu ayrı mövzudur. Yəni Peyğəmbərimizdən hədislər nəql olunur ki, dua edin. Azan saatlarında, namaz saatlarında dua edin. İnsan iftar vaxtında dua edir və Peyğəmbərimiz bizə müjdə verib ki, bu ayda dualar qəbul olunur. Yəni duaların qəbul olması məsələsi hədislərdə qeyd olunub. Amma niyyət etmək əməlin özü ilə bağlıdır ki, yəni insan hər bir əmələ niyyətlə başlamalıdır. Bəzi insanlar məsələn pəhriz saxlamaq niyyəti ilə oruç tutur, arıqlamaq üçün, artıq çəkidən azad olmaq üçün. Bu tamamilə yanlışdır. Təbii ki, orucun insan sağlamlığına xeyri var. Peyğəmbər buyurur ki, oruç tutun, sağlam olun. Amma orucu sağlamlıq niyyəti ilə tutmamalıyıq. Allah rizası üçün tutmalıyıq. Sağlamlığımıza da müsbət təsir öz yerində təbii ki qalacaq. Amma niyyət Allahın razılığı üçün olarsa, onun dünyəvi, cismani faydaları da öz yerində qalacaq. Və çox maraqlı bir şey dediniz ki, bu sağlamlığı düşünən insanlar, təbii ki sağlamlığa bunun önəmi var və çox insanlar da mən fikir vermişəm ki, oruç tutduqdan sonra gün ərzində orucunu saxlayır, amma iftarı açdığı zaman israf edir. Bax, bu nüanslar da var. Mən hətta olub ki, deyir, mənim üzərimə düşən bir vəzifə deyil, amma bir insan olaraq demişəm ki, yəni sən bütün günü tutduğun orucu bir iftarla, belə deyək, estağfurullah, məhv edirsən. Çünki bu qədər yemək və bu qədər israf edərək, nə qədər bu doğrudur? Çox lazımlı məsələdir. Düşünürəm ki, yəni bu məsələ dönə-dönə toxunmaq lazımdır. Çünki insanlar üçün faydalı bir mövzudur. Peyğəmbərimiz buyurub ki, kim bir oruç tutana iftar verərsə əgər, sanki bir qul azad etmiş kimi olur və özünü əzabdan qurtarmış olur. Və bir nəfər ayağa qalxır, deyir ki, ya Rasulallah, mənim iftar verməyə imkanım yoxdur. Peyğəmbər buyurur ki, bir xurmayla
belə olsa, bir içim suyla belə olsa iftar Əsas verib, niyyətin doğru iftar süfrələri təşkil etmək böyük bir savab əməldir. Çünki oruc həm də ictimai bir ibadətdir. İnsanlar arasında ünsiyyətin çoxalmasına xidmət göstərir. İnsanlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət göstərir. Amma iftar süfrələri şan-şöhrət vasitəsinə çevrilməməlidir. Təbii ki. Rəqabət predmetinə çevrilməməlidir. Yəni iftar süfrələri Allah rizası üçün olmalıdır. Doyumlu yemək verilməlidir. Amma bir növ verilsə daha yaxşı olar. Sadə süfrə olsun. Təbii ki, insanlar gün ərzində oruç tutub, acdılar. Onları təmin etməliyik. Amma biz insanların doymasına fikir verməliyik onlar tox qarnına. Amma növbə-növ müxtəlif yeməklərin süfrəyə qoyulması, sonradan artıq qalması, israf olması axırda bizim günaha düşməyimizə səbəb olur. Çünki Qurani-Kərim bizə israfı qadağan edir. İsrafçılıq özü böyük bir günah hesab olunur. Ona görə də iftar süfrələri zamanı bu məsələlərə tamamilə haqlı dediniz ki, fikir verməliyik ki, iftarla orucdan əldə etdiyimiz savabı hədər etməyək. Bəli, tamamilə doğrudur. Çünki elə bil ki, sən özünə qarşı bir haqsızlıq etmiş olarsan və məncə də bu hamısı ona irəli gəlir ki, bəli, biz mütləq maraqlanmalıyıq, mütləq oxumalıyıq, mütləq öyrənməliyik və o insanlar ki, bunun elmi tərəfini bilir, mütləq elmlənmək lazımdır. Çünki hər bir işdə bir elm var. Bunun özü də elmə bağlanır. Elm də Allahdan gəlib. Ona görə də mən buradan hər bir kəsə deyirəm ki, yəni bu məqamlarda çox diqqətli olun. Yəni fikirləşməyin ki, əgər mən gün ərzində oruç tutmuşamsa, orucu açdıqdan sonra istədiyim qədər yeyə bilərəm, yeməkləri bir-birinə qarışdıra bilərəm. Çünki hətta sağlamlıq düşüncəsindən belə bu doğru olmaya bilər. Çünki insan mədəsi fizioloji olaraq 2 yeməyi qarşılamaq iqtidarındadır. Həm də həkimlər sübut edib ki, bunu mədə-altın vəznin də fəaliyyətində 2 yemək qarışığına qarşı mübarizə aparır. Amma müxtəlifli yeməklərdə olanda və insan mədəsinə də ziyandır, mədə-altı vəz də öz işi prosesindən tamamilə dayandır. Mən indi istəyirəm tamaşaçıdan bir alo deyim. Bayaqdan tamaşaçımız var. Ola bilsin ki, onun da sualı var. Sual da səsləndirə bilər dəyərli tamaşaçımız. Və mən alo deyirəm böyük məmnuniyyətlə. Alo. Alo. Salam əleyküm. Əleyküm salam. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun Azər müəllim. Salam. Mən çox şadam ki, bu gün Ramazan bayramında siz bizim hacılarımızı qonaq Dəvət etmiş. Bəli. Dəvət eləmişsiniz. Mən çox şadam. Çox sevinirəm. Mənim həcc şahinə bir sualım var. Buyurun. Buyurun xanım. Olar ki, həcc axşam iftarını açıb sonra sübh imsakına durmaq olar olmazmı? Bəlkə istəmirəm, namazı qılandan sonra məsafə yaxın olduğuna görə olar olmaz. Bir də onu mənə izah eləsin həzi. Durmamaq. Bəli. Yəni namazımı qılım, durmayayım da o başdana. Olar mı elə? Yəni orucu bağlamaq etməsin də belə deyək. Yəni bu bəzi insanlar səhər imsaka oyanmır və buna görə də oruç tutmur ki, mən oyanmadımsa orucum düz deyil. Bu səhvdir. Təbii ki, insan əgər oyana bilməyibsə imsak zamanı, yenə də günün orucunu tutmalıdır. Amma yaxşı olar ki, insan ümumiyyətlə bəyənilir, müstəhəbdir ki, insan səhər tezdən imsak yesin və səhər yeməyini yedikdən sonra oruca daxil olsun. Bu həm də insanın sağlamlığına müsbət təsir göstərir, həm də qidalanma rejimini pozmur. Yəni səhər və axşam təxminən eyni vaxtda insan qidalanmalıdır. Yaxşı olar ki, insan oyansın, namazdan öncə yəni iftarını bağlasın, yeməyini yesin, bitirsin, sonra isə namazını qılıb sonra dincələ bilər. Həm də bəli, bu halsızlıq yaratmasın gün ərzində. Çünki gecə saat 3-dədir indi, təxminən 4-də işləmiş 25 dəqiqə azandı və 10 dəqiqə işləmiş artıq imsak bağlanır, yəni o başdan yeməyi yeyilir, bitir. Ona görə də insanlar yaxşı olar ki, bir qədər istirahət eləsinlər və sonra durub yemək yedikdən sonra namazlarını qırıb, sonra yenə də dincəlmə imkanı olur. Ona görə də yaxşı olar ki, buna riayət olunsun. Amma bir adam birdən oyana bilmədisə, o əsas ola bilməz ki, həmin gün orucu pozmalıyam, əsas sayıla bilməz. Əsas sayılmaz. Və güman edirəm ki, siz sualınızın cavabını aldınız. Və deyir, Allah Teala tövbə edib ona dönənləri çox sevər. Həqiqətən də tövbə edənlərdən olun. Və indi iftara çox az qalıb. Duanı verək, rica edirəm. Hacı Şahim, buyurun, duanı oxuyun. Allahümme leke sumtu ve ala rizqike eftartu ve aleyke tevekkeltu ya vasiyel məğfirəti iğfirli. İftarın duası hər gün ümumiyyətlə iftar saatlarında, iftar vaxtında və imsak vaxtında dualar tez qəbul olunur. Allahın
rəhmət qapısı bəndələrin üzünə açıq olur və İftar vaxtı həm də axşam namazının vaxtıdır və Peyğəmbərimiz buyurub ki, o zamanlarda əlinizi Allahın dərgahına qaldırın və dua edin. Və biz də Allaha deyirik ki, biz sənin üçün oruç tutduq, sənin verdiyin ruzu ilə iftar açırıq, sənə təvəkkül etmişik və bizim günahlarımızı bağışla. Ey rəhməti geniş olan Allah, Allahdan İstəyirəm Allah bütün oruç tutanların, dua edənlərin oruc və ibadətlərini qəbul eləsin. Allah bizi həqiqi mənada oruç tutanlardan qərar versin. Allah bizi bu ayda bağışlanan insanlardan qərar versin. Allah bütün günahlarımızı bağışlasın. Allahı and verirəm bu ayın hörmətinə, Allah xalqımıza öz rəhmətini, bərəkətini nazil etsin. İşğal altında olan torpaqlarımızı azad etməkdə bizə yardımcı olsun. Allah vətən torpaqlarının keşiyində dayanan əskərlərimizi ağla gələn və gəlməyən bəlalardan qorusun və bu torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi Allah öz rəhmətində qərar versin. Allah tutulan orucları, edilən ibadətləri bizdən qəbul eləsin. Allah bugünün orucunu da bizdən qəbul olunmuş oruclardan hesab etsin. Allah qəbul eləsin. Amin. Buyurun, buyurun. Rica edirəm. Və bizim üçün də həqiqətən də bir savabdır, bir şərəfdir ki, bugünkü gündə bu hər axşamın studiyasında oruc açılır, böyük şərəfdir. Allaha şükürlər olsun. Bəli, şükürlər olsun Allaha. Sağ olun ki, dəvətimizi qəbul etdiniz. Allah razı olsun. Təşəkkürlər. Çox sağ olun. Minnətdarım. Allah qəbul etsin. Hazırda oruc açan hər bir kəsin orucunu qəbul etsin. Allahdan arzularınızı diləyə bilərsiniz və ən böyük arzum odur ki, Allah Taala bizim hər zaman öz himayəsi altında saxlasın, bizi şeytanın iftirasından qorusun və mən hər zaman inanın ki, evdən çıxanda, hər gün evdən çıxanda Elşən qardaşım deyirəm ki, Əuzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. Yəni Allahım, mən şeytanın iftirasından sənə sığınıram. Çünki Allah Taala mən kəlməsini sevməz. Hər zaman deyər ki, mənə sığının. Sizi qoruyacaq güc mənəm və o bəndələr ki, Allahın gücünü, varlığını qəbul edir, nə xoş onlara ki, sağlığında bunu dərk edirlər. Və bir daha deyirəm ki, heç bir zaman gec deyil. Heç bir zaman gec deyil. Allah Taala'nın qapıları hər zaman açıqdır. Deyir ki, siz heç bilirsinizmi ki, siz Allah Taala'dan üz döndərib gedəndə ona qədər pis olur, peşman olur. Sizlər üçün peşman olur. Biz bəndələr üçün. Allah Taala hər zaman bəndələrini sevir. Hər zaman hər bəndəsinə qarşı qapıları açıqdır. Tövbə edin. Allah tövbələri qəbul edəndir inşallah deyək. Və bilmək istəyirik Hacı Şahin, batil nə vaxt olur orucumuz, nə vaxt batil olur? Qəsdən orucu pozanlar var, bunu bayaq dediniz ki, ay yatdım, yuxuya daldım deyənlər var, yuxuda qaldı, yuxuda oldum. Və yaxud da bayaq çox gözəl dediniz ki, ola bilər həqiqətən də yatmışsınız ya unutmuşsunuz namazınızı, yəni yataraq. Durun, yenə namazınızı qılmaq olar. Yəni bunların hamısının qaydası var dində və səhvən orucu pozanlar da olur. Elələr də var, deyir ki, artıq daha pozdum da, onsuz bunu yiyə bilərəm. Buyur qardaş. Onlara da xurmadan bir hamısı oruc. Böyük məmnuniyyətlə, böyük məmnuniyyətlə, böyük məmnuniyyətlə. Siz mənim o sualımı səsləndirin, mən də qardaşım düz buyurur.
Düz buyurdu. Orucu pozan əməlləri Estağfurullah, estağfurullah, ne demek? qəsdən insan etməzsə, oruc olduğunu unudub yemək yeyərsə və yaxud su içərsə, orucu pozan hər hansı bir əməli səhvən edərsə, o insanın orucu batil olmur və orucunu tutmaqda davam etməlidir. Və əgər insan qəsdən orucunu pozursa, yəni məqsədli şəkildə bilərəkdən orucunu pozursa, o zaman hər gün əvəzində 60 ehtiyaclı insanı doyurmalı və yaxud da 60 gün oruç tutmalıdır. Amma insan bilməzsə və bilməyərəkdən, unudaraq orucunu pozarsa, o zaman onun orucu batil olmaz və orucunu tutmaqda davam etməlidir. Aha, çox üzr istəyirəm. Yəni mən bəli, oruç tutanlara xurmanı payladım. Bir də nəyə maraqlanırlar Hacı və çox insan, məsələn, diş fırçalamaqdır oruç zamanı, səhər, ağrı kəsici, vitamin və yaxud da ətirlərdən istifadə etmək, sprey vura bilərlərmi buruna? Bax, bu barədə suallar yazırlar Instagram adresimizə. Buyurun Hacı. Burada ən önəmli məsələ suyun boğazdan aşağı keçməməsidir. İnsan dişini o şəkildə yuya bilirsə ki, tutaq ki, o boğazından aşağı keçmir, udmursa o zaman orucu düzdür. Ətirlərdən istifadə etməyin heç bir problemi yoxdur. Bəzi gül ətirləri var ki, onları iynəmək bəyənilmir sadəcə, amma oruç tutan ətir vura bilər, ətirlərdən rahat şəkildə istifadə edə bilər və başqa suallardan da Bir də bayaq söhbət mən sual verdim sizə ki, o da bizə gələn sualdır və bu sualı hətta tamaşaçıya mən səsləndirdim. Yəni doğru olmayan oruc, nə vaxt oruc tutulmağı düzgün buyurulmur? onu cavab verə bilərəm də. Buyurun, bəli, bəli. rica Oruç edirəm. tutmaq ildə 2 dəfə oruç tutmaq haramdır və Fitr bayramında və Qurban bayramında, yəni orucluq bayramı günü artıq oruç tutmaq qadağandır. bayram günü. Bayram günü və Qurban bayramı günü oruç tutmağa icazə verilmir və bir də ay müəyyən olunmayıbsa əgər, ayın daxil olması bəlli deyilsə, Ramazan ayı niyyəti ilə oruç tutmaq olmaz. Əgər bəlli deyilsə o zaman. İlin qalan bütün hissələrində, bütün günlərində oruç tutmaq olar. Yəni bu günlərdə oruç, Fitr və Qurban bayramında. O Fitr deyil, siz orada Fitr yəni orucluq bayramı. bildim, o bayram günü vacib əməllər hansıdır? Bunları da deyək. Bayram günü fitrə zəkatı ayrılması yeganə vacib əməldir və bayram namazında iştirak etmək isə müstəhəb əməldir. Yəni insan səhər tezdən, daha doğrusu axşamdan, artıq bayram axşamından, sabah bayram olacaqsa, ailənin hər bir üzvünün adından 3 kiloqram arpa, buğda, xurma, düyü və digər ərzaq məmulatlarının dəyəri miqdarında fitrə zəkatı ayırır. Qafqaz Müsəlmanları İdarəsində 5-10 manat miqdarında təqribən müəyyən edilib. Yəni hər bir ailə üzvünün adından bayram günü fitrə zəkatı çıxarılır və ehtiyaclı insanlara verilir. Ondan sonra bayram namazı qılınır, cəmaatla qılınması tövsiyə olunur və ondan sonra artıq hər hansı bir vacib əməl qalmır, yəni bayram günündə. Əsas bayram namazının 2 əməli var. Biri fitrə zəkatı vacib əməldir. Çünki fitrə zəkatını ödəməyən insanın orucu qəbul olunmaz. Amma imkanı varsa əgər, ailə üzvlərinin hər birinin adından, məsələn, ailədə 500 varsa hər birinin adından verməlidir. Amma əgər imkanı yoxdursa, o zaman onun özünə fitrə zəkatı ödənə bilər. Və bu, həm də yardımlaşma ruhiyyəsi yaratmaq üçündür. Mən bunu da qeyd edim ki, orucluq Ramazan ayı həm də ictimai münasibətləri, belə deyək, möhkəmləndirir. Hədislərimizdə qeyd olunur ki, oruc onun üçün vacib edildi ki, varlılar kasıb insanların halından xəbərdar olsun. Yəni, insan ac qalmaqla həm də acların halından xəbərdar olur, həm dərdli ruhiyyəsi yaranır cəmiyyətdə. İnsanlar iftar süfrələrində toplaşır və yalnız bir təbəqəyə mənsub insanları iftar süfrəsinə dəvət etmək yanlışdır. Bəzən deyirlər, ancaq kasıbları çağıraq, bu da düz deyil. Yəni, müxtəlif təbəqələrə mənsub olan insanlar eyni süfrə ətrafında oturmalıdır, bir iftar süfrəsində iştirak etməlidir və bu da orucun ictimai mahiyyətidir. Hətta mən eşitmişəm, kitablarda qeyd olunur ki, oruç tutmağın özündən daha artıq savab oruç tutanın iftar verməsidir. Yəni, özü oruç tutub və iftar da verirsə, onun orucundan daha artıq savaba nail olur insan oruç tutanlara iftar verməklə. Yəni, oruc təkcə fərdi ibadətə qapılıb cəmiyyəti unutmaq deyil. Oruc insanın cəmiyyətlə qaynayıb qarışması, başqa insanlarla dərdləşməsi üçün bir fürsətdir, yardımlaşması üçün bir fürsətdir və insan o qədər dəyərlidir, nə qədər ki, cəmiyyətə faydalıdır. Yəni, insanın başqalarına verdiyi fayda qədər insan Allah yanında da əziz insandır. Ona görə də insanın dəyəri yalnız
yalnız onun namazı ilə, orucu ilə ölçülmür. Başqalarına nə qədər fayda verə biliriksə bir o qədər Yəni dəyərli təbii ki, insan sayılır. özündən daha çox başqalarına fayda verməyi insan düşünməli, Bəli, təbii ki. Və bir də soruşanlar var, Qədir və Əhya gecələri. Bax, bu barədə soruşulur, vaciblik. Bəli, Qədr və Əhya gecələri, Qədr gecəsi ümumiyyətlə bir gecədir Bir və gecə. Quranda da qeyd olunub ki, biz Quranı Qədr gecəsində nazil etdik. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Sən nə bilirsən, nədir Qədr gecəsi? Bu məzmunda Quranda ayələr var. Qədr gecəsi Quranın Peyğəmbərimizə nazil olduğu gecədir. Amma bizə o gecənin dəqiq vaxtı bildirilməyib. Bizə məlum olan budur ki, Qədr gecəsi Ramazan ayına təsadüf edir. Yalnız bu qədər məlumdur və bunun bizə bildirilməməsinin sirri də budur ki, biz bir neçə gecə əhya saxlayaq, ibadət edək, Allaha yaxınlaşaq və daha yaxşı olar ki, Ramazan ayının 19-cu gecəsi, 21-23-cü gecəsi və tək gecələri Qədr gecəsi kimi saxlanılsın. Ən çox Qədr gecəsinə ehtimal olunan gecə Ramazan ayının 23-cü gecəsidir. İnsan əhya saxlayır, yəni səhərə qədər oyaq qalır. Bu təkcə fiziki oyaqlıq deyil. Siz bu bir dəyərli bir söz dediniz ki, mən səhvlərimi yadıma salıram. Yəni insan hərdən özünü təftiş etməlidir. Öz səhvlərini nəzərindən keçirməlidir və özü özünə hesabat verməlidir. Səhvini etiraf eləmək özü insan üçün böyük bir dəyərdir. Etiraf edənlərdən başqa heç kim bağışlanmaz hədislərdə buyurulur. İnsan heç kimə gedib günahlarını xatırlamamalıdır, deməməlidir. Başqa dinlərdə var kiminsə qarşısında günahları demək. Bizim dinimizdə Allahla insan arasında bir sirdir. İnsan Qədr gecəsində oturub öz əməllərini təftiş etməli və öz gələcək müqəddərat haqqında düşünməlidir. Burada qəzəllər, şeirlər səsləndi. Həqiqətən dünya çox müvəqqətidir və bizi əbədiyyət yolu gözləyir. Biz əbədi yolun yolçusuyuq və bir gün Allah qarşısında dayanacağıq və Quranda qeyd olunduğu kimi hər kim bir zərrə ağırlığında pis iş görübsə onu görəcək. Kim zərrə ağırlığında yaxşı iş görübsə onu qarşısında görəcək. Ona görə də Qədr gecəsi fürsətdir ki, biz öz əməllərimizə yenidən nəzər yetirək. Gözəldir, özümüzə hesabat verək. Hesabat verək və peşmançılığımızı dilimizə gətirək və dəyişmək haqda qərar verək özümüzə və Allahdan da yardım istəyək. Allah bizə bu yolu getməkdə kömək olsun. Allah razı olsun. Təbii ki, suallar çoxdur, amma bizə ayrılan efir vaxtı bir balaca bizə bu barədə imkan vermir. Həqiqətən də mənim üçün çox xoş oldu, çox dəyərli bir gün oldu, dəyərli bir veriliş oldu və inşallah biz hələ Ramazan ayı qarşıdadır. Biz sizi yenə dəvət edəcəyik, yenə suallarımızı səsləndirəcəyik. Allah razı olsun hər biriniz.